Kimyanın ilk anlayışlarında olan qarışıqların ayrılmasına aid bir sual vardı və biz bildik ki, qarışıqlar eyni cinsli və müxtəlif cinsli olurdu. Eyni cinsli qarışıqların ayrılması üçün buxarlandırma, distillə, kristallaşdırma və xromatoqrafiya üsulları var idi. Həmçinin müxtəlif cinsli qarışıqları ayırmaq üçün isə ayırıcı qıf ilə durutma, maqnitlə təsir etmə və süzmə kimi üsullar var idi. Burada da bizə verir ki, qum, dəmir qırıntıları və kalium kloriddən ibarət. Qum formunun biz bilirik ki, silisium O2, kvars qumu, dəmir qırıntıları, yəni ki, ferium və kalium kloriddən ibarət qarışıq ayırmaq üçün yerinə yetirəcək təcrübənin işlərin ardıcıllığını müəyyən edim. Əvvəlcə 3-ü götürürəm. Niyə? Bu deməli qarışıqda mən bu duzdur, bildiyimiz kimi duz, dəmir parçası və qum. Əgər maqniti yaxınlaşdırsam, əvvəlcə 3-ü yaxınlaşdırsam, burada deməli dəmiri maqnit tutacaq və dəmir kənarlaşacaq qarışıqdan. Sonra qumu ilə kalium klorid qalacaq. Burada 4-ü tətbiq eləyirəm. Su əlavə eləyirəm həmin bu qarışığa. Su əlavə edən zaman duz olan kalium klor suda həll olacaq. Silisium O2 isə su olan qabın dibinə çökəcək və ikinci üsula keçirəm, süzürəm. Süzən zaman isə burada tənzif kağızda qum ilişib qalacaq. Həmin kalium klorid həll olmuş maye isə qabın dibinə çökəcək. Həmin o mayeni də birincidə bir qabın içərisinə töküb buxarlandırma lampa ilə buxarlandırsam, su buxarlanıb gedər. Yerdə isə nə qalacaqdır? Kalium klor duzu kristal şəklində qalacaqdır. Ona görə birinci növbədə 3, sonra su qarışdırıram 4, 3, 4. Sonra 2 və 1 prosesləri aparılır. Cavab oldu Ceyhan.